şəhidlərimizə, o cümlədən şəhid İbrahimimizə rəhmət eləsin. Allah onu cənnətdəki məqamın daha da âli eləsin inşallah. Çox sağ olun. Çox sağ olun, Allah təşəkkür edirik. Və məclisimizdə ziyalılarımız, müəllimlərimiz var. Hər birinin qarşısında baş əyirik və belə məmnun etmək istəyirəm ki, dəyərli ziyalımız, müəllimimiz Ədalət müəllimi dəvət eləyək. Buyurun müəllim. Hər birinizi salamlayıram. Bugün qeyri-adi bir gündür. Bugün şəhidimiz Məşədi İbrahim Rükabzadənin doğum günüdür. Bugün qeyri-adi bir gündür. Bugün həyata yaşamaq üçün gələn, həyatdan yaşatmaq üçün gedən bir igidin doğum günüdür. İbrahim Rükabzadə bizim məktəbin məzunu olmuşdu. İbrahim Rükabzadə öz mərdliyi ilə, öz igidliyi ilə təkcə qəsəbəmizin, rayonumuzun yox, Respublikamızın başını uca elədi. İbrahim Rükabzadə gənc ikən bu dünyanı tərk etdi, amma ürəklərdə yaşadı. İbrahim Rükabzadə gənc ikən çoxlarını kədərləndirdi, amma çoxlarının qəlbində qürur hissi yaşatdı. Öz mərdliyi ilə, igidliyi ilə, öz qanı bahasına Azərbaycan torpaqlarının azad olunmasında digər şəhidlərimiz, qazilərimizlə birlikdə qəsəbəmizin bu gənci İbrahim Rükabzadə böyük şücaət göstərdi. Vətənin igid oğlu oldu. Bugün onun ayak səsləri Çox hörmətli şəhid ailələri, qazilərimiz, dəyərli qonaqlar, müəllimlər və gənclər. Bugün biz doğma Boradigah torpağının igid oğlu, Vətən müharibəsinin qəhrəmanı şəhid İbrahim Rasifoğlu Rükabzadənin doğum gününü qeyd etmək üçün bir araya toplaşmışıq. İndi isə hamınızdan xahiş edirəm, vətənimizin azadlığı bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad eləyək. Bugün İbrahim 25 yaşına qeyd edəcəkdir. Amma o öz doğum gününü səmanın ən uca zirvəsində şəhidlik məqamında qarşılayır. Biz isə bugün qürurla, sevgi ilə, minnətdarlıqla yad edirik. İbrahim azadlıq uğrunda döyüşdə və o azadlığı xalqına bəxş etdi. Bugün Azad Qarabağda dalğalanan
Dalğalanan üç rəngli bayrağımızda onun da nəfəsi, onun da izi var. Şəhidlər ölməz, vətən bölünməz. Və bu tədbirimizdə çox dəyərli qonaqlarımız iştirak edirlər. Və mən ilk olaraq bizim dəyərli ruhanimiz, alimimiz olan Seyyid Ağa Rəşidi dəvət etmək istəyirəm. Buyursun. Bismillahirrahmanirrahim. Hər şeydən əvvəl hamınızı salamlayıram. Əlbəttə şəhid məzarı önündə şəhiddən danışmaq çətindir. Mən qısaca bir kəlmə demək istəyirəm. O da bundan ibarətdir ki, bizim şəriətimizdə bəzən elə incə nüanslar var ki, onun vasitəsilə insan böyük mənaları başa düşür. O, şəriət məsələlərindən biri də budur, bilirsiniz və yaxud hamımız bilməliyik ki, şəriətimizdə insanın özünə ölüm arzulaması bəyənilmir. Və hətta bəzi alimlərimiz bunu harama qədər deyiblər ki, haramdır, günahdır bir insan özünə ölüm arzulasın. Amma şəhidliyi arzulamaq isə nəinki təkcə şəriətimizin, bütün peyğəmbərlərin arzusu olub, amalı olub şəhidlik. Şəhidlik ölümsüzlükdür əksinə. Şəhidlik əbədiyyətdir, şəhidlik əbədi saadətdir. Şəhidlər deməli bütün insanların o arzuladığı gözəl sonluq yalnız və yalnız onlara qismət olur. Hamımızın əl açıb Allahdan istədiyimiz ilahi bizim aqibətimizi xeyirli elə deməyimizi şəhidlər artıq yaşayıblar, qazanıblar artıq. İmam Hüseyin əleyhissalam buyurur ki, əgər bu dünya nə qədər qiymətli sayılsa da, bu dünya nə qədər qiymətli və nəfis hesab olunsa da, axirət dünyası daha qiymətlidir, daha ucadır. Əgər doğrudan da bu bədənlər ölüm üçün yaradılıbsa, ölüm üçün yaradılıb nə deməkdir? Yəni günlərin birində onsuz da əbədi olan insan yoxdur bu dünyada. Əgər bu bədənlər ölüm üçün yaradılıbsa, onda nə gözəldir ki, Allah yolunda insan canın versin. Və şəhidlərimiz İmam Hüseyin əleyhissalamın bu qiymətli sözün yaşayan və yaşadanlardır. Azərbaycan var, şəhidlərimiz yaşayacaq. Bu günləri bir qarış torpağımızın azad olunması üçün biz arzu çəkirdik. Amma bu günləri biz suveren, bütün torpaqları işğaldan azad olunan Azərbaycanda yaşayırıq. Və ona görə nə qədər bu var, biz şəhidlərimizi yad eləyəcəyik, onlar heç vaxtı unudulmayacaq və bu tədbirlər də bunun misalıdır. Şəhidlərimizin unudulmamasının misalıdır. Allah bütün şəhidlərimizə, o cümlədən şəhid İbrahimimizə rəhmət eləsin. Allah onu cənnətdəki məqamın daha da âli eləsin inşallah. Çox sağ olun. Çox sağ olun, Allah təşəkkür edirik. Və məclisimizdə ziyalılarımız, müəllimlərimiz var. Hər birinin qarşısında baş əyirik və belə məmnuniyyətlə istəyirəm ki, dəyərli ziyalımız, müəllimimiz Edat müəllimi dəvət edək. Buyurun müəllim. Hər birinizi salamlayıram. Bugün qeyri-adi bir gündür. Bugün şəhidimiz Məşədi İbrahim Rükabzadənin doğum günüdür. Bugün qeyri-adi bir gündür. Bugün həyata yaşamaq üçün gələn, həyatdan yaşatmaq üçün gedən bir igidin doğum günüdür. İbrahim Rükabzadə bizim məktəbin məzunu olmuşdu. İbrahim Rükabzadə öz mərdliyi ilə, öz igidliyi ilə təkcə qəsəbəmizin, rayonumuzun yox, respublikamızın başını uca elədi. İbrahim Rükabzadə gənc ikən bu dünyanı tərk etdi, amma ürəklərdə yaşadı. İbrahim Rükabzadə gənc ikən çoxlarını kədərləndirdi, amma çoxlarının qəlbində qürur hissi yaşatdı. Öz mərdliyi ilə, igidliyi ilə, öz qanı bahasına
Azərbaycan torpaqlarının azad olunmasında digər şəhidlərimiz, qazilərimizlə birlikdə qəsəbəmizin bu gənci İbrahim Rükabzadə böyük şücaət göstərdi. Vətənin igid oğlu oldu. Bugün onun ayaq səsləri doğma Qarabağımızdan gəlir. Bugün vətənin bu fəxrinin doğum günüdür. Biz də ona deyək, Mövlüdün mübarək İbrahim, sən ürəklərdə daim yaşayacaqsan. Allah rəhmət eləsin. İndi də Boradigah bir sahili orta məktəbin direktoru İlham müəllimi dəvət eləmək istəyirəm. Buyursun. Bütün Boradigahları, gələn qonaqları salamlayıram. Bugün şəhid İbrahim Rükabzadənin anım günüdür. Biz də bu anım günə gəlib öz başsağlığımızı veririk. Bu nəyin sayəsində başa gəldi?